Herkese salam. Bu günləri 9-cu sinif 3 şəkil üzrə esse yazmağı öyrənəcəyik. Part 2-dir. İlk öncə biz esse yazarkən hər şeydən öncə bizdə bir düşüncə formalaşmalıdır. Yəni bu şəkillərdə biz nədən bəhs eləyəcəyik? Bunun üçün də 3 şəklə də baxırıq və biz burada görürük ki, 3 şəkildən də ümumi nəticə olaraq deyə bilərik ki, onlar bir poster görəcəklər, daha sonra gedib bilet alacaqlar, daha sonra isə həmin bu şoua gedəcəklər. Bu fikir, yəni düşüncə bizdə formalaşmalıdır. Birinci şəkildə 3 uşaq var. Biz bunlara ad verməliyik. Ən önəmlisi budur. Daha sonra isə nə olacaq ona baxacağıq. Gəlin başlayaq. Oğlanın adı olsun Tom, Lily və Lisa. Belə adlar qoyaq. İstədiyiniz adı qoya bilərsiniz. Gəlin başlayaq. Və bundan öncə də biz sizin üçün asan da olsun deyə nə edə bilərik? Kənardan özünüz üçün hansı sözlərdən istifadə edəcəm? Onları yaza bilərsiniz. Məsələn, posteri gördülər, görmək sözünü və buna fikir verin ki, uşaqlar, hər bir feil keçmiş zamanda, yəni uzlaşmaya diqqət eləməliyik, keçmiş zamandan istifadə eləməliyik. Onlar sirkə gedəcək. Sirk nədir ingilis dilində? Circus. Daha sonra poster görəcəklər. Bu posteri ingilis dilində yazmalıyıq. Poster. Daha sonra bu posteri harda gördülər? Məsələn, küçədə. Bunu yazmalıyıq. Daha sonra onlar qərara gəlirlər ki, gedəcəklər. Bunu yaza bilərik. Decided, yenə uzlaşma. Burada keçmiş zamanda yazıram ki, məni sonradan çaşdırmasın. Daha sonra məsələn, sirkə çatdılar. Çatmaq, arrive. Bunu yaza bilərsiniz. Yəni, çətin sözlər deyil bunlar əslində. Hər yerdə gördüyümüz sözlərdir. Arrived at. Daha sonra yaza bilərik. Məsələn, orada şəkildə də verilib sirkin girişi, entrance sözünü də bura yazıram ki, yenə istifadə edeyim və diqqət eləyin ki, yazdığınız hər bir sözdən əksərən, yəni istifadə etmiş olasınız cümlələrdə. Bilet alacaqlar təbii ki, bilet sözünü yaza bilərik bura. Biletlər deyərkən tickets deyəsizsə, tickets yazaq, o da çaşdırmasın. Daha sonra almaq sözü keçmişdə bought olur. Bunu yazıram. Hələ ki bunları məsələn izləmək, watch it, bunu da yaza bilərik. Nəyi izləyirlər? Onlar clown showsunu izləyəcəklər. Məsələn, performing yaza bilərəm. Və clown sözü də yazıram. Bu sözləri yazdım. Yəni 3 şəkli də əhatə edə biləcək şəkildə sözlər yazdım. Gəlin başlayaq. Tom, Lily and Lisa posteri gördülər küçədə. Bunu yazırıq. Gördülər, saw, birinci feil gəlir hər zaman. Nəyi gördülər? Daha sonra tamamlığı qoymalıyıq. Nəyi? Posteri. A poster və ya da circus poster. Yəni bunu yazmalıyam. Harda gördülər? Küçədə artıq. Məkanı isə sonda in the street. Birinci cümləmiz bitdi. İkinci və ən əsası buna fikir verin ki, uşaqlar, sözlər düzgün yazılmış olsun. Mən indi burada bəzi səhvlər eləyə bilərəm, amma siz mətni yazarkən, yəni bu sözlərə də diqqət eləyin. İkinci cümləmiz və davam eləyək gəlin. And onlar qərara gəldilər ki, sirkə getsinlər. And decided to go together. Birlikdə getməyə qərar verdilər. Davam eləyək ikinci cümləyə. İkinci cümləyə başlayarkən siz then sözündən istifadə eləyə bilərsiniz. Sonra then onlar çatdılar sirkə. Arrived at circus. Davam edirik. Tom getdi sirkin girişinə və biletləri aldı. Çünki burada görürük ki, o gəlir artıq bilet almağa. Burada oğlanı tək gördüyümüz üçün sadəcə Tomu verirəm, onlar demirəm. Tom went, uşaqlar, getmək sözü keçmişdə went olur. Tom went. Entrance and almaq, bought tickets. Davam edək.
Nəticədə üçüncü cümləni də belə verə bilərik. Finally, virgül qoya bilərik. Finally, onlar əyləncəli klon şousunu izlədilər. Yəni burada sözləri artırmaq üçün, yəni mətni daha maraqlı eləmək üçün mən məsələn maraqlı sözünü qoya bilərik, interesting deyə bilərik, funny deyə bilərik. Hər bir söz ola bilər. Funny söz də asan bir sözdür. Bunu istifadə edə bilərsiniz. Və sonda bir, yəni sonluq verməlisiniz. Bunun üçün də nə edirik? And enjoyed, zövq aldılar. The exciting, təbii ki, hər kəs belə uzun davam eləyə bilmirsə, səviyyəsinə uyğun performing də bitirə də bilərsiniz. Amma belə də yaza bilərsiniz. Yəni tam bal almaq üçün happily. Sonda da why. Essemiz bu qədər. Ümid edirəm ki, hər kəs üçün kifayət qədər açıqlayıcı oldu. Əgər nəsə sualınız olarsa, bunu yorum bölməsində mənə bildirin. Öz versiyalarınızı da yorumda yaza bilərsiniz. Səhv düzü yorumlarda izah etmək olar. Əgər videonu bəyəndinizsə, like qoymağı və kanala abunə olmağı unutmayın. Onu dostlarınızla, sinif yoldaşlarınızla paylaşıb onlara da kömək ola bilərsiniz. Sağ olun, hələlik.